Bismillah, əşhədu ən la ilahə illallah, vahdehu la şərikə ləh və əşhədu ənə Muhammədən abduhu və rasuluhu sallallahu aleyhi və alihi və səlləm, əmmə ba'du. Deməli, bəzi qardaşlar tərəfindən bir sual ünvanlanıb. Sualın xülasəsi, məğzi budur ki, bəzi insanlar belə iddia edirlər ki, İmam Malik rəhmətullah aleyhin o istava barədə Allahın istava sifəti ilə əlaqəli o dediyi məşhur sözü ki var, istava məlumdur, onun keyfiyyəti məchuldur, ona iman etmək vacib, onun barədə sual vermək bidətdir. Deyiblər ki, yəni İmam Malik bu sözü deyərkən onu qəsd etməyib ki, bu istava sifətinin və ya Allahın digər sifətlərinin, o xəbəri sifətlərin, onların mənaları bilinir. Yəni, bunu qəsdləməyib. Bunu sadəcə olaraq İmam Malikin sözündən İbn-i Teymiyyə yaxud onun izi ilə gedən alimlər və ya sələflər belə başa düşüblər, belə iddia ediblər. Lakin alimlər, xüsusən də Maliki alimləri, yəni İmam Malikin məzhəbində olan alimlər onun sözünü bu cür başa düşməyiblər. Yəni, onun sözünü bu cür təqdim etməyiblər. Sanki, yəni bu elə bil ki, İmam Malikə bir iftiradır, böhtandır və s. Yəni, sualın, belə desək, şübhənin məğzi budur. İradın məğzi budur. Cavab budur ki, birincisi, bu İmam Malik rəhmətullah aleyhə atılan böhtan və onun adından danışılan bir yalan və bir iddia deyil. Bu İmam Malik rəhmətullah aleyhin öz sözüdür. Və bu söz də bir qəliz, başa düşülməyən, anlaşılmayan kəlmələrdən ibarət bir ibarə deyil ki. Çox sadə, bəsit formada İmam Malik rəhmətullah aleyh bu həqiqəti dilə gətirib. Lakin ola bilsin bu həqiqət kimlərəsə sərf eləmir. İmam Malikin bu sözündə anlaşılmayan heç bir şey yoxdur. Hətta durasan, bunun üzərində fəlsəfə qurasan. Çünki bəziləri belə eləyib, təbii olaraq. Çünki bəzilərini İmam Malikin bu sözü tərpədib, narahat edib. Bu da təbiidir. Çünki sahib olduqları əqidəni birbaşa vurduğuna görə. Ona görə başlayıblar İmam Malikin bu sözü ətrafında az qala cildlərlə kitablar yazmağa. Anlaşılan bəsit bu ibarənin üzərində fəlsəfə qurmağa. Hətta İmam Malikin sözünə öz əqidələrini uyğunlaşdırmaq üçün. Həm də ki, başqa bir tərəfdən burada qəribsənəsi bir şey də yoxdur. Çünki Allahın kəlamını, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərini təhrif edən, yəni məna baxımından, təvil edən bir qövmü üçün, istər İmam Malik olsun və digər hansısa bir alimin sözünü təhrif etməyə və öz maraqlarına uyğun şəkildə yozmağa nə var ki? İmam Malikin bu sözü açıq aydın ona dəlalət edir ki, deməli sələf belə etiqad edirdi ki, bu sifətlərin, bu ayələrin, bu hədislərin hamısının mənası bilinir. Bilinməyən bu sifətlərin keyfiyyətidir. Amma qaldı ki, İmam Malik rəhmətullah aleyhin sözünü sələflərdən başqa, yəni digər alimlər, xüsusən də Maliki alimlərindən bu cür anlayan, bu cür təqdim edən, bu cür başa düşən olubmu? Cavab budur ki, əlbəttə olub, var və kifayət qədərdir. Bunun misalları çoxdur. Lakin misal olaraq bir neçəsini qeyd etmək olar, eyb etməz. Məsələn, Maliki alimlərindən Əbu Abdullah Əl-Qurtubi, məşhur təfsirin müəllifi, elə təfsirində Ərəf surəsi 54-cü ayənin təfsirində, hansı ki bu ayə Quranda zikr olunan istava ayələrindən birisidir. Özü açıq aydın etiraf eləyir ki, yəni sələfdən heç kəs inkar etməyib ki, Allah Azza və Cəllə həqiqi mənada yəni ərşinə istava edib. Məcazi mənada yox ha, həqiqi mənada. Və yeri gəlmişkən Qurtubi özü əslində Əşari əqidəsində olub və bu əqidəsini də təfsirində
müəyyən ayələrin təfsirində ortaya qoyub. Lakin bizə Qurtubinin əqidəsi lazım deyil. Yəni onun şəxsi əqidəsi ilə, fikirləri ilə bizim işimiz yox. Bizə lazım olan məqam bir Əş'ari əqidəsində olan bir Maliki aliminin İmam Malikin bu sözü barədə dediyi etirafıdır. Tək İmam Malikin yox, ümumiyyətlə sələf bu məsələlərə necə yanaşıblar? Ümumiyyətlə sələf nə deyiblər bu sifət ayələri, hədisləri barədə? Deyiblər ki, bunların mənalarını bilmirik, yoxsa keyfiyyətini bilmirik. Yəni keyfiyyəti var, lakin biz bilmirik. Yəni sələf necə deyib? Görün, Qurtubi nə deyir? Deyir ki, وَلَمْ يُنْكِرْ أَحَدٌ مِنَ السَّلَفِ الصَّالِحِ أَنَّهُ اسْتَوَى عَلَى عَرْشِهِ حَقِيقَةً. Sələf-ü salihdən heç kəs inkar etməyib ki, Allah Azza və Cəllə həqiqi mənada ərşinə istiva edib. Həqiqi mənada. Yəni sələf-ü salih belə etiqad edirdi və yeri gəlmişkən İmam Malik rahmetullah aleyh də sələf-ü salihdəndir. Çünki İmam Malik özü də ətbə-i tabiindən idi. Və xassal arşə bizəlik li'ənəhu a'zamu məxluqatihi. Və Qurtubi sözünün davamında buyurur ki, və Allah istava üçün ərşi xüsusiləşdirib, çünki Allahın yaratdıqları içərisində ən əzəmətli məxluqdur. Və bu yerinə diqqət edin və buyurur ki, və innəmə cəhilu keyfiyyətəl istiva. Sələf yalnız və yalnız istavanın keyfiyyətini bilmirdilər. Yəni Allah ərşə necə istava edib, bunun həqiqətini, keyfiyyətini bilmirdilər. فَإِنَّهُ لَا تُعْلَمْ حَقِيقَتُهُ. Bunun həqiqəti bilinmir. Onlar bunun keyfiyyətini bilmirdilər. Kəmə qalə Malik rahimehullah. Və fikir verin, bu məqamda Qurtubi İmam Malikin sözünü misal gətirir. Bax bu məqamda. Hansı məqamda? Dedi ki, sələf etiqad edirdi ki, Allah həqiqi mənada ərşinə istava edib və bunu sələfdən heç kəs inkar etməyib. Lakin onlar deyirdilər ki, bu sifətlərin həqiqəti bilinmir. Və innəmə cəhilu keyfiyyətəl istiva. Onlar yalnız və yalnız istavanın keyfiyyətini bilmirdilər. Kəmə qalə Malik. Necə ki, Malik rahmetullah aleyh də belə deyərdi. Əl-istiva ma'lum, yəni fil-lüğa, vəl-keyfu məchul və sualu an həzə bidah. İstava məlumdur, yəni bilinən bir şeydir, ərəb dilində, yəni mənası məchul olan, bilinməyən bir şey deyil. Mənası bilinir, tamam, bəs məchul olan, bilinməyən nə idi? Onun keyfiyyəti. Və bu barədə də sual vermək bidətdir. Bu məsələn Maliki alimlərindən birisi. Məşhur təfsirin müəllifi Əbu Abdullah Əl-Qurtubinin İmam Malik rahmetullah aleyhin bu sözü ilə əlaqəli açıq aydın etirafı. Və başqa bir misal yenə də Maliki alimlərindən Əbu Bakır İbnül Arabi Əl-Maliki. Deməli, onun bir məşhur kitabı var, Tirmizinin şərhi ilə əlaqəli. Yəni, Sünən Ət-Tirmizinin şərhi ilə əlaqəli Aridatul Əhvəzi fi şərh Sünən Tirmizi. Həmin kitabda, məndə olan nüsxədə, 3-cü cild 166-cı səhifədə bu barədə, Allahın əl sifəti barədə, vəcih sifəti barədə, ümumiyyətlə bu xəbəri sifətləri ilə əlaqəli danışarkən, yeri gəlmişkən onu da qeyd edeyim ki, bu Əbu Bakır İbnül Arabi, o da Maliki alimlərindən olub və həmçinin Əş'ari əqidəsində olub. Və hətta həmin yerdə qeyd edir ki, bəzi alimlər, yəni əhl-i sünnədən olan bəzi alimlər Allahın əli bunu təbil ediblər ki, yəni qüdrəti,
və bu təvili Əbu Bakr İbnül Arabi nisbət edir əhl-i sünnəyə. Və bu da təbiidir, çünki özü əşəri etiqadında olduğuna görə. Lakin buna rəğmən, insafən, özü orada etiraf edir ki, lakin İmam Malik deyərdi ki, bu sifətlər, bu ayələr, bu hədislər təvil edilməli deyil. Və sonra deyir ki, məzhəbu Malik rahiməhullah ənə kullə hədisin minhə ma'lumul ma'nə və bizə lazım olan yeri. Deyir ki, lakin İmam Malikin rahmetullah aleyhin bu məsələdə mövqeyi, məzhəbi bu idi ki, bu sifətlər ilə əlaqəli bütün hədislər, bu hədislərin hamısının ma'lumul ma'nə, mənası məlum idi. Bunların hamısının mənası bilinirdi. وَلِذَٰلِكَ قَالَ لِلَّذ۪ي سَأَلَهُ Elə ona görə də İmam Malik ona bu haqda sual verənə belə dedi ki, Əl-istiva'u ma'lum vəl-keyfiyyətu məçhulə. İstiva məlumdur, yəni mənası, ma'lumul ma'nə. Bunların mənası bilinir. Lakin bilinməyən nədir? Bilinməyən bu sifətlərin keyfiyyətidir. Məchul olan budur. Lakin mənası bilinir. Bu da digər Maliki alimlərindən birinin İmam Malik rahmetullah aleyhin bu sözü ilə əlaqəli dediyi etirafı belə. Doğrusunu Allah bilir. Və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.